Badanlarını ağuş eləmişəm benzinlə. Alam mənim öz bədənimdə benzindir. Biz özümüz oturacaq, oturaq. 2 nəfər verdilər bizə və nəfərlərin ranəndaları. Mən də sübhdən peyamhay mükerrer radyo verirəm mərduma, mərdum amadə olun. Bizim Nəğədə şəhrimiz istişubut eləyən və Ziddinqilab gəlib oranı alıb dərhal almaqdadır. Bizcə də oranı zəng eləyən. Və bizim o miqdar oldu ki, elə 1000 nəfərə səhər varımızdır. Onları müsadə elədik. Saat 11 şəb yetişdik Nəğədəyə. Tirəndazlıq var idi. Mən əlimdə branqı var idi. 2 tərəfəyinə də ateşbəs verdim. Dedim, siz nəyə gəlibsiniz buranın təqsiri nədir? Biləxərə mən bir miqdar söhbət elədim, Nəğədəyilər mənə cavab verdilər, ağladılar, arvadşı ağladı. O dedim, siz mutmain olun ki, mən gəlmişəm sizə kömək. Özümə filənkəsəm. To filənkəsəm deyəndə Ziddinqilab hər tərəfdən rəqbar sarsaldır, flaşıqlardır, biz verdilər rəqbara. Biz mühasirəni sındırdıq, varıb olduq Nəğədəyə. Bu öndə bir Üləndibala xanım zahir oldu mənim qabağımda. O vaxt hər vaxt mənim yadıma düşəndə. Baxın, halım əvəz olar, narahat olar. O xanım bir söz dedi, Allah'ın istədilər, təslim olarlar. Və mən də bir adın tutdu yoxun bir həyət vardı ora. O həyətə 300 nəfərə kimi bu şəhərin qız yalını yığıb doldurmuşam. Hamısına da bədənlərini ağuş eləmişəm benzinlə. Alam mənim öz bədənimdə benzindir. Benim zərrədim ki, bunlar təslim oldular biraz mütərəfə sələndə. Biz özümüz oturacaq, oturaq.